Cruises.azın dəyərli dostları, müştəriləri, Civitavecchia portundayıq. Romanın portu sahili, Romadan təxminən 1 saat uzaqlıqda. Qatarla və ya özəl transferlə gələ bilərsiniz. Bu porta gəldiyinizdə diqqət eləməli olduğunuz bir məqam var. O məqamı diqqətinizə çatdırım. Deməli, ola bilər ki, gəmi özü, baxın, bu bir gəmidir və bunun arxasında bir gəmi daha var. Və o gəminin çekini burada keçir. Yəni, ara məsafə təxminən 2-3 kilometrdir. Yəni, siz əgər özəl transferlə gəlirsəniz və yaxud qatar stansiyasına gəlib oradan bunun kimi bu Vito və ya bunun kimi Vitolarına qatar stansiyasından gələcəyiniz təqdirdə hansı gəmiyə gedəcəyinizi deyirsiniz. Amma bu Vitolardan və ya sizi gətirən transferdən düşmədən əvvəl siz ola bilər ki, gəminin özünün yanına gedəsiniz. Amma sizin çekim burada olsun. Ona görə də o maşına deyirsiniz ki, gedəcəyimiz gəminin çekini hardadırsa bizi ora apar. Yaxşı, yəni bura gəlməyib, siz o biri gəminin tam qarşısına, o ikinci gəminin, arxasındakı gəminin tam qarşısına getdiyinizdə bu səfər maşın sizi düşürdüb. Geri qayıtdığında siz oradan bu məsafəni ya piyada qət eləməlisiniz və yaxud əgər shuttle varsa, bəzilərində port daxili shuttle olmuş. Ona görə də bu məqama diqqət edin. Porta gəldiyinizdə bəzən gəminin dayandığı terminalda olur çekin, bəzən isə fərqli terminalda olur. Ona görə ona diqqət eləməkdə fayda var ki, siz əvvəl çekini keçib, baxmayaraq ki, online çekininiz olur, amma yenə də burada çekindən keçib, daha sonra buradan öz gəminizə pulsuz transferlər olacaq. Gəmilər onu təşkil edirlər port daxilində. Bu məlumatı mütləq nəzərə alın ki, ilk gəldiyiniz gün yorğunçuluq olmasın. Cruize gəmiyə girmədən əvvəl doğru bir giriş həyata keçirib, rahat bir şəkildə unudulmaz səyahətinizi həyata keçirəsiniz. Bu məlumat vacib məlumatdır. Onun üçün bura gəldiyinizdə sizi gətirəcək olan transfer və yaxud Vito maşınlarının sürücülərinə bu məlumatı mütləq deyin ki, rahat bir şəkildə girişinizi həyata keçirə biləsiniz. Bax belə.